Mariya Zakharovadan Ermənistana sərt mesaj. Gündəm xəbərin efirində 27 avqust tarixidir və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Moskva Ermənistanın daxili işlərinə müdaxilə eləmir, lakin ölkədə baş verən hadisələrə də biganə qala bilməz. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini şərh eləyərkən deyib. Zakharova vurğulayır ki, Rusiya Ermənistanı qardaş ölkə hesab edir və hər iki dövlətin xalqlarını çox əsrli münasibətlər birləşdirir. Bununla yanaşı, diplomat Moskvanın qiymətləndirilməsinə görə Rusiya ilə müttəfiqlik münasibətlərinin tərəfdarı olan qüvvə və şəxslərə qarşı repressiyaların davam etdiyini bildirib. O həmçinin də qeyd eləyir ki, bu cür addımlar Ermənistan cəmiyyətinin Rusiya ilə münasibətlərinin inkişaf etdirilməsi tələbi ilə ziddiyyət təşkil edir və güc strukturlarının fəaliyyətinin siyasiləşdiyinə işarə edə bilər. Zakharovanın sözlərinə görə Rusiya yönlü mövqedə olan siyasətçilərə və ictimai xadimlərə təzyiqin gücləndirilməsi İrəvanın Moskva ilə münasibətlərinin pisləşdirilməsi istiqamətində heç bir addım atılmadığı barədə bəyanatları ilə ziddiyyət təşkil eləyir deyə Mariya Zakharova bildirib.